Məndən olsa, mənə təklif etsələr ki, necə eləyək, deyərdim ki, əziyyətə salmayın heç kimi. Heç əlifba sırası ilə başlayın, gedin. Hamını həbs etsinlər. Sadəcə yardımlı rayonuna sonuncu çatacaq. Tutaq ki, A-la başlayan rayona birinci çatacaq. Sistem bu cürdür. Sistem başqa cür olmayıb ki. Sistemi, kim bilmir ki, idarə etmə sistemi və metodu, yanaşması bu şəkildə olur. Ona görə deyirəm, əgər siyasətdirsə, son təyinatları kənara qoymaqla əlifba sırası ilə başlasınlar. Eyvallah, onda deyərəm sistemdir. Amma bu sistem cinayətləridir. Sistem bu cür idarə olunur. Bu şəkildə idarə olunur. Dövlət başçısı özü də çıxışında dedi ki, bunlar pul verib vəzifəyə gəliblər. Başa düşürəm. Pul kimə verilib? Onu da özləri deyəcək. Hüquq mühafizə orqanları deyəcək və yaxud da dövlətin başında duranlar deyəcək ki, pulu kimə veriblər. Hər halda mənə gətirib verməyiblər. Sizə veriblərmi? Xeyr. Sizə də verməyiblər. Demək ki, orada olan adamlara veriblər. O adamlar kimdir? İndi çox sadə bir misal deyirəm. Olduqca sadə. Sizcə Mədəniyyət Nazirinin müavini, Mədəniyyət İdarəsinin rəisi və yaxud da qoruğun rəisi pul alırmış sən demə. Özünü orada bir imperiya düzəldirmiş sən demə. Mədəniyyət Nazirinin xəbəri yox imiş. Nazirin xəbəri yox imiş. Nazirin xəbəri yoxdursa orada niyə oturub? Nazirin xəbəri var idisə, nazir niyə qıraqdadır? Tamamilə haqlısınız. Nədən ötürü? Tamamilə haqlısınız.